Herkese salam. Bugün tələbəmlə görüşürəm və bunu da vlog halında sizlərlə bölüşəcəm. Əslində görüşməyimiz tam olaraq tələbəmin yeni bir ideyası var. Onu sosial medyaya necə yansıda bilər deyə danışacağıq bu haqda və hal-hazırda gedən reklamları haqqında danışacağıq. Online olduğu üçün o məni görüb, mən isə onu görməmişəm. Ona görə də düşünürəm mənim üçün çox maraqlı olacaq. Ümid edirəm sizə də maraqlı olar. Deməli, artıq nəhayət gələ bildik, gəldik, çıxdıq. Saat 1-də görüşəcəkdik, amma saat neçədir indi? 3 işləyir. Güclə birtər gəlib çıxa bilmişik. İlk dəfə görməyimə baxmayaraq, elə bir çoxdandır gördüyüm biridir, həqiqətən. Baxaq, birinci hərək yemək seçirik, onu seçək. Ondan sonra danışacağıq, görək Fərvanə xanımın fikirləri nədir. Bəlkə sizlərlə də bölüşdük. Bu arada bəlkə də aralarında sənin hədəf kütləndə var. Bu var. Deməli, buradan bir dənə pizza seçirik. Mən limonat seçəcəm. Fərvanə də kola içir. Görək. İndi reklamlarını da analiz edərik, baxarıq, görək nədir problem. Və bir-iki şey də sənə deyəcəm, zaten özün də sonra rahat analiz edə bilərsən. Artıq heç kimi tanışlıqda qoymaq istəmir. Amma səni tanısa, bir müəllim tanısa, o müəllimə görə gedir. Mən də məsələn danışmaq istəyirəm bir film var. Kameranın qarşısında şeyə baxabilirəm. Amma Florensin arasındayam. Özün istəmirsən, yoxsa çox wow bir müəllim ola bilərsən, çox qəşəng nəticələrin olar. Amma səni tanımırlarsa, yəni kimə nəyə sübut edirsən? Yəni bu insan səni tanımır da, bunun üçün onu qınamırıq. Səni bilirəm, səni niyə tanımır? İndi Fərvanə xanımın reklam hesabını analiz edəcəyik. Baxaq görək vəziyyət nə yerdədir. Səndən şey istəyir, doğrulama tələbi istəyir deyəsən. Bir dənə istəyirsən dilini dəyiş bunun. Sən nəyisə səhv eləmirsən və ya onlar sənə inanmır və indi problem yaşayacaqsan. Ən böyük problem indi yaşayacaqsan. Çünki sən ora şey yazmırsan, adda yadıma. Sən kursunun adı nədir? Hə, sən ora BT yazmışsan, amma elə adda vəsiqə olmadığına görə. Ona görə mən dərsdə də demişəm ki, ancaq çalışın öz adınıza, öz şəkliniz olan profil açın. Hal-hazırda yeni reklam hesabı açırıq. Əslində reklam hesabını Fərvanə açıb, özü hər şeydə düz olub. Sadəcə reklamlarda sonra nəyisə ihlal edib, bilmədən olub bu. Ona görə də reklam hesabı bağlanıb, amma reklam hesabını geri qaytarmaq olur. Sadəcə öz ad soyadını qeyd eləmədiyi üçün, profil başqa bir adda olduğu üçün orada şəxsiyyət vəsiqəsini əlavə edə bilmirik. Ona görə də yeni bir reklam hesabı açdıq hal-hazırda. Artıq buradan davam edəcək. Özü də eyni profilin içərindən, yəni başqa bir profildə yox. Və standart bir qiymətdir, amma ən azından düşünəcək ki, sənin təhsil səviyyən həqiqətən də 70-80'lik səviyyədir, amma sən onu indirmirsən 40 manat edirsən. Ona görə bu mənim zayıfım oldu. Hal-hazırda Facebook'dan reklam verə bilmirik, çünki bilmədən Fərvanə Instagram hesabını valideyn hesabı olaraq açıb, yəni bunu aç. Ona görə də oradan reklam verə bilmirik. Əgər böyük bir şey fikirləşirsənsə, ayrıca bir səhifə açmaq dayanır. Amma yox, tədris mərkəzinin içərisində bir xidmət kimi təklif edəcəksənsə, xüsusi bir metod var ki, onunla eləyirsən. Deməli, nəticə olaraq mesaj reklamları verə bilmirik. Çünki Instagram səhifəsi özü 18 yaşdan aşağıdır. Yəni bir valideyn tərəfindən açıldığı üçün, yəni elə görünür. Düzü bilmirik necə açıb tərəfindən, amma nəticədə elə açıldığı üçün mesaj reklamları verə bilmirik.
Ona görə profil ziyarəti reklamı yayınladıq yenə. Amma bu arada onu da sənə deyim, o 18 yaşdan aşağıdırsa, bütün hər bir məlumat Instagramın datasında yığılır. O da reklama təsir edəcək. Ona görə də tez bir zamanda bu şoku atladır. Yeni bir Instagram səhifəsi açmağı sənə məsləhət görürəm. Çox təəssüf. Ona görə də siz də həmişə açanda fikir verin. Həqiqətən çox adam elə basır. Elə, yəni necə istəyirsən. Olmayacaq da saxlama. Bax, ərd hissəsinə keçəcəksən. Belə Instagram səhifəsini yeniləyəndən sonra inşallah onda ucu tərtəmiz səhifə ilə başlayarsan. Hətta gəl sənin bu səhifəni buradan çıxaraq, onu da korlamayaq. Deməli, Pərvanə üçün Instagram açırıq, ona görə də mənə çay qoymaq. Yine eyni şey gəlir sənə. Gəl bir dəqiqə. Hə, bir də mənim telefonumda açar. Çay da içirik artıq. Nəhayət çayımız gəldi. Yanında mürəbbədir bu. Gilas mürəbbəsi, sevdiyim mürəbbə, limon və balaca peçini. Instagram səhifəmizi açdıq, o sırada çaylarımız da gəldi. İndi qaldı səhifəni biraz normal vəziyyətə gətirmək, yəni güvənilir səviyyəyə gətirmək. Həm paylaşım eləməlidir, həm hekayə paylaşmalıdır, həm önə çıxarma paylaşmalıdır. Onları bitirəndən sonra artıq reklamını da yerləşdirə biləcək inşallah. Facebook'u da bağladıq. Sadəcə paylaşım eləyib reklam vermək qaldı. Reklam verəndə də mən yenə də kömək edəcəm. Hə, tez gəl, onu da qoyaq, bunu da qoyaq. Elə olur axı. Məsələ, zaten nəticə əldə etməliyik. Nəticə üçün qoyuruq da. Ona görə... Ay canım. Sağ ol canım, sənə tərsən eynirsən. Ay canım, deyil. Biz artıq dururuq, saat 6 işləyir, evə getməliyik. Xoş oldu mənə səni tanımaq. Mən çox sevdim. Yaxından daha belə şirinsiz. Ay, çox sağ ol. Bir dənə şey deyim, mənim nə qədər tələbəm var, indi burasını kəsəcəm. Həmən heç bir tələbəmlə görüşməmişəm indiyə kimi. Sadəcə, hə, əyani olaraq keçdiyim tələbələrim var. Onlar sadəcə məni tanıyırlar belə, amma onlayn olaraq, yəni demək olar ki, heç bir tələbəmlə görüşməmişəm. İlk idim. Ona görə bu ilki seçmək istərim. Bəli. Tamam, İnşallah. Biz durduq biraz da yol boyu söhbət elədik də heç orada çəkilişlər edə bilmədim. İndi gəldik, evə gedirəm mən. Pərvanə həqiqətən də çox yaxşı xanımdan ziyadə çox yaxşı insandır, həqiqətən də. Belə bir insan tanıdığım üçün həqiqətən şanslıyam. Belə xoş gün keçdi, indi evə getmək vaxtıdır. Telefonun zaryadkası bitir deyə burada videonu sonlandırıram. Onsuz evə də az qalıb. Mən indi evə gedirəm, siz də burada qalın, çünki yeni videoda görüşəcəyik. Hələlik.